Deməli, bizim ən zəif yerimiz burnumuzdur. Biz burnumuza gördüyümüz bir sıra tədbirlərlə xəstəliklərin qarşısını rahat şəkildə ala bilərik. Özümüz də xəstəliklərə yoluxmadan yaşaya bilərik. Məsələn, biz burnumuza utinli yağını tökə bilərik. Tutalım ki, dükana, bazara gedirsiniz, bilirsiniz ki, burada adamlar çoxdur və ora getməmişdən qabaq bu 1-2 damcı burnunuza utinli yağ tökə bilərsiniz. Və yaxud da xəstə ilə təmasda olursunuz. Mən həkiməm, tutalım, mənim yanıma xəstə gəlir. Təbii ki, gələn xəstələrin içində qrip olanlar da çoxdur, qızılcı olanlar da var. Bu insan gedən kimi mən həmişə burnuma utinli damızdırıram və özümü qoruyuram. Sizə də məsləhət görürəm ki, əks sərxət deyərdim ki, xəstəliklərin birinci qapısı olan burnunuzu siz təmiz saxlamaqla yayılmış bütün viral infeksiyalardan, yəni hava damcı infeksiyalarından, korona, qrip, qızılca, biz sadəcə burnumuzu təmizləməklə, tündü yağı ilə dezinfeksiya eləməklə rahat bir şəkildə özümüzü və ailəmizi xəstəliklərdən qoruya bilərik.